Aysel xanım, UNEK müəlliminə 5 sual layihəsinin bu dəfəki qonağı sizsiniz. İlk sualımız belə olacaq. Sizcə müəllimin əsas missiyası nədir? İlk öncə məni də bu layihədə gördüyünüz üçün, dəvət etdiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də çox necə deyirlər, təqdirə layiq bir layihədir. Müəllimin əsas missiyası, müəllim olmaq həqiqətən də asan səslənsə də çox çətin bir peşədir, çətin bir işdir. Biz burada eyni zamanda, mən ona həmişə demişəm ki, müəllim bir janglyordur. Biz auditoriyaya daxil olanda bütün problemlərimizi qapının ağzında yerləşdirmək, bunu tələbələrimə də deyirəm həmişə, qapının ağzında qoymalıyıq və dərsə daxil olub eyni zamanda tələbələrə elm verməliyik, eyni zamanda onları motivasiya etməliyik və eyni zamanda da bu abu-havanı, yəni ki, biraz bayram abu-havasını, yəni məni tanıyan tələbələrim də bilirlər, iş yoldaşlarım da bilirlər, həmkarlarım da bilirlər ki, mən auditoriyaya daxil olanda birinci uşaqlara dediyim odur ki, əgər siz mənim dərsimə, Aysel xanımın dərsinə gələcəyik desəniz, deməli mən fail eləmişəm də, mən artıq uduzmuşam. Yox, əgər bugün Aysel xanımın dərsi var deyirsinizsə, deməli artıq mən öz əsas məqsədimə çatmışam. Müəllimin ən çətinliyi, peşəsinin ən çətinliyi ondan ibarətdir ki, indiki dövrdə biz bilirik ki, tələbələrimiz artıq nəsilləri get-gedə, yəni indi Z generationa mən dərs deyirəm, Z nəslinə və onları dərsə tam, necə deyərlər, mənə baxın, mən maraqlıyam, mənim dərsimlə məşğul olun, dərs oxuyun, quru təhsil versəm onlara, əlbəttə ki, onlara bu maraqlı olmayacaq. Yox, əgər mən onlara, necə deyərlər, özgüvən versəm, onları bir şəxsiyyət kimi formalaşmağında hər hansı bir nöqtə və yaxud da ki, bir işartı qoysam, deməli, mən müəllim kimi öz missiyamı yerinə yetirmiş oluram. Bəs sizcə indiki gənclərin ən çox qarşılaşdıqları çətinliklər nələrdir? Gənclərin problemləri çoxdur, amma yəni gənclərin problemlərinin çoxluğu mənə elə gəlir ki, indiki nəsil gənclərini heç də qorxutmur. Çünki onlar, necə deyərlər, informasiya çoxluğu içərisində yaşayırlar və hər bir problemin həllini də elə adicə bir internet vasitəsilə tapa bilərlər. Və eyni zamanda da biz müəllimlər də bunun üçünük, universitetlərdə, məktəblərdə və s. və ilaxır. Gənclərin ən ciddi problemlərindən biri, məsələn, mən tədrisdən danışıramsa əgər, tədrisdə onlar biraz belə el arasında buna deyirlər, qiymət dalıyca qaçmaq. Yəni ki, tələbənin ən böyük dərdi odur ki, mən 100 balımı alım, ən yüksək GPA-yə, ümumi orta hesablama ilə ən yüksək balım olsun və s. və ilaxır. Müəllim mənə mütləq bugün bal yazsın, mütləq mən bal almalıyam, yüksək bal almalıyam. Mən hətta tələbələrim olub ki, koridorda ağlayan yerdə qızı görmüşəm və çıxıb ki, bu 100 almayıb 99 alıb bir fəndən və onu artıq bir tragediya kimi qəbul edib və müəyyən psixoloji bir söhbətlərdən sonra artıq yəni başa salmışam ki, 99 dünyanın sonu demək deyil. Bununla bərabər uşaqlar yəni ki, biraz elə bir ki, fikirlərini qiymətləndirilməyə daha çox yönəldəndə kreativliyi biraz unudurlar. Okey, yəni kreativ insan olmaq lazımdır, həyata gözəl rənglərlə baxmaq lazımdır. Mən bunu bütün tələbələrimə ilk dərs dediyim illərdən, yəni mən 2010-cu ildən tədrisdəyəm, o vaxtdan hətta deyirəm ki, tələbəlik illəri insanın həyatının ən gözəl illəridir. Bu illərdən maksimal istifadə etməlisiniz. Siz gəncsiniz, gözəlsiniz, enerjiniz çoxdur və əlinizin altında bütün imkanlar var ki, siz həyatınızı daha da gözəl eləyəsiniz. Ona görə də bu müəyyən problemlərin həllində də əlbəttə ki, biz müəllimlər ilk olaraq sizin yanınızdayıq, sizin dostunuzuq. Nə problem olsa, hər bir problemin həllində biz sizin yanınızdayıq. Eyni zamanda onu da qeyd edə bilərəm ki, tələbələrin, yəni gənc nəslin ciddi problemlərindən biri də biraz asosiyal olmaqlarıdır. İnsanlar, necə deyərlər, hər bir oxuduğunu, fikirlərini, ətraf mühitdən aldığı informasiyanı qarşı tərəfə ötürməyi də bacarmalıdır. Okey, mən hər bir şeyi bilirəm, hər bir biliyə sahibəm, amma bu informasiyanı lazımi formatda
auditoriyaya çatdıra bilmirəmsə, məsələn məndə olub, ən çox da ilk kurslar, birinci kurslarda bunu görürəm. Yəqin ki, o məktəbdən gəlmə, hələ məktəbin təhsilindən tam qopa bilmirlər, universitet həyatına tam örgəşə bilmirlər. Okay, bizdə həm də fakültəmizdə də, hər iki fakültədə ingilis dilində təhsil olduğuna görə mən arada deyirəm, bəlkə ola bilsin ki, bu dil bariyeri bunlarda bu problemi yaradır. Öz fikirlərini ifadə etməkdə ciddi çətinliklər çəkirlər. Qorxurlar, utanırlar, çəkinirlər. Bütün bunların hamısını da biz əlbəttə ki, atırıq nəyin üzərinə? Texnologiyaların üzərinə. Hamısı texnologiyalarla, sosial şəbəkələrdə həddindən artıq çox aktivdirlər, amma real həyatda həddindən artıq çox asosiyaldılar. Və bunların da həlli yollarını yəqin ki, biz birlikdə tapmalıyıq və bir müəllim kimi də mən bunun üzərində həmişə işləyirəm. Bunu mən həmişə də qeyd eləmişəm ki, müəllim bir növ həm də psixoloqdur. Müəllim tələbələrə həmişə bir motivasiya verici bir qüvvədir. Bütün problemlərinin, hətta yəni ki, təkcə tədrislə bağlı deyil, həyati problemlərinin olur ki, tələbədir, öz ürəyində olanını ən yaxınına belə deyə bilmir. Onu, yəni ki, müəllimlə arasında o sərhəddi biz qoymamalıyıq ki, o uşaq əgər problemini içərisində saxlamasın. Gəlsin, heç olmasa bir müəllimi ilə, dostu ilə, qrup yoldaşı ilə, ən yaxını ilə bölüşməyi bacarsın. Hətta belə bir nümunə də gətirə bilərəm. Mənim şəxsən bir tələbəm var idi ki, və bu tələbə çox asosiyal idi. Auditoriyada çıxıb çox yaxşı işlədiyi proyekti təqdim edə bilmirdi. Neçə dəfə söhbətlər aparırdım, alınmırdı. Axır dedim ki, əsas problem nədir? Deyir, gözlər. Yoldaşlarımın, qrup yoldaşlarımın gözləri mənə baxmamalıdır. Siz də mənə baxmamalısınız. Biz də neynədik? Tələbə çıxdı auditoriyada proyekti ilə, növbəti proyekti. Çox yaxşıdır, yəni deyim ki, çox bilikli bir tələbə idi, qız idi. Başladı təqdim eləməyə proyektini və biz bütün tələbələr hamı üzümüzü digər divara çevirmişdik və mən telefonla onu buradan çəkirdim kənarda. Və özüm də baxmıram, özüm də kənar hissəyə baxıram. Daha sonra mən növbəti dərsdə yenə də o qıza dedim ki, gəl mən sənin təqdimatını tam başa düşmədim, biraz da mənə başa sal. Bu səfər 2 tələbəni qoydum ki, onlar artıq başladılar bu qıza baxmağa. Yəni o göz sayının artımı ilə biz tələbənin artıq ona baxan gözlərə reaksiyasını yumuşalda və mən sizə deyim ki, semestrin sonunda ən yüksək qiymət alan tələbələrdən birinə çevrildi həmin qız. İndisində də çox yaxşı bir yerdə, çox gözəl bir şirkətdə, xarici şirkətdə işləyir və heç bir sosial problemi yoxdur. Həmin tələbə indi hal-hazırda artıq məzundur, çox yüksək belə leveldə olan bir şirkətdə, xarici şirkətdə işləyir və onun əsas işi də indi hal-hazırda sırf proyektlərin təqdimatıdır və yəni ki, mən bu prosesi, onun o birinci kursda olan addımlarını, özünü necə aparmağını görəndə və indiki nəticəni görəndə bu mənim üçün bir, necə deyərlər, böyük bir hədiyyə kimi görürəm ki, həqiqətən də biz tələbənin üzərində işlədik və artıq tələbə bir şəxsiyyətə çevrildi və bir şəxsiyyət kimi öz fikirlərini tam ifadə etməyi bacara bilən bir insana çevrildi. Tələbələrdən öyrəndiyiniz nəsə olubmu və tələbələrlə bağlı xüsusi bir xatirəniz varmı? İndiki gənclər, işlədiyim tələbələrim, onların qavrama qabiliyyəti və texnologiyalarla çox rahat münasibət qurmaqları. Yəni bunu hal-hazırda mən onlardan həqiqətən də öyrənirəm. Yeni hər hansı bir applicationlar olanda, yeni bir hər hansı bir proqramlar olanda, adi bir, yəni ki, həyatı yüngülləşdirəcək hər bir şey ilk öncə tələbələr bilirlər bunu. Və əlbəttə ki, biz də artıq millenial bir nəsil kimi onlardan bu yenilikləri öyrənməliyik. Çünki biz bilirik ki, elə o dərəcədə biz texnologiyalara yapışmışıq ki, həyatımız o qədər texnologiyalarla idarə olunur ki, biz onları özümüzdən uzaqlaşdırsaq, əlbəttə ki, nəticədə heç bir şeyə nail ola bilməyəcəyik. Tələbələrlə bağlı olan maraqlı, yadda qalan xatirələrim çox-çoxdur. Onu hamısını danışsam yəqin ki,
çəkiliş vaxtımız çatmaz. Ən çox yadda qalan bir hissə var idi, onu istəyərdim. Yəni bu bayaq dediyim kimi mən tələbələrdə kreativliyi çox yüksək qiymətləndirirəm. Bir dəfə bir tapşırıq vermişdim uşaqlara, proyekt idi, hakerlər barəsində və bir qrup tələbə sırf hakerlərin həyatlarını öyrənmişdilər. Və prezentasiya da onların geyimlərinə də, yəni ki, məsələn, internetdə verəndə Wikipediyada həmin insanların geyimləri, tipajları və s. onlar hamısı tapmaq olur. Elələri var ki, əlbəttə ki, anonim variantdadılar, amma əksəriyyəti tanınmış hakerlər idi. Bunlar onların geyimlərinə də uyğun kostyumları, saç düzümləri, tam yəni ki, cosplay kimi bir dərs idi, çox maraqlı idi. İnandırım sizə ki, dərs o qədər maraqlı keçdi ki, biz o qədər belə, yəni sözün əsl mənasında da mən dərsdən o qədər zövq aldım ki, sadəcə olaraq başımız o qədər qarışdı ki, onların şəkillərini çəkmək yaddan çıxdı. Yoxsa mən sosial şəbəkələrdə həmişə çox qeyri-adi dərsləri, qeyri-adi metodları paylaşan adamam. Başqa bir nümunəm də var idi ki, mənim bir tələbəm var idi, o bir bloq açmışdı və o bloqda, yəni sırf təkcə orada mən deyildim, başqa tələbə müəllimlər barəsində də var idi. Gündəlik hər bir müəllimdən nə öyrəndim, nə aldım. Yəni orada təkcə müəllimin verdiyi həmin o təhsil, bilik deyil də, bir insani keyfiyyətlər, dediyim hər hansı bir nümunələr, özümü bu gün belə apardım, belə elədim və s. Yəni bütün bunların hamısını o tələbə o bloqda qeyd eləyirdi. Bu da mənim üçün çox qeyri-adi və maraqlı bir fakt idi. Bundan mən yəni o fikrim var idi ki, mən tələbələr barəsində bir şey deyirəm ki, biz müəllimlər tələbələrin həyatında bir işıq kimi olmalıyıq. Təsəvvürünüzə gətirin, hər semestr mən bir 7-8 auditoriya ilə işləyirəm. Və orada da hərəsində minimum 30 tələbə var. Yəni bunu oturub hesablasaq görəcəyik ki, mən bir tədris ili ərzində bir 400-500-ə yaxın tələbə ilə görüşürəm. Görün məndə nə qədər yüksək enerji və yüksək pozitivlik olmalıdır ki, o enerjini mən həmin tələbələrə ötürüm. Yəni bunun üzərində işləmək üçün birinci özümü də bir psixoloji olaraq buna hazır hiss eləməliyəm. Aysel xanım, bəs tədris prosesində daha çox hansı metoddan istifadə edirsiniz? Tədris metodlarından söz açdıqda isə bizim universitet çox, yəni ki, sırf bu dünyəvi tədris metodlarına həmişə üstünlük verir. Və məsələn, mən şəxsən özüm Flipped Education-dan bir neçə qrupda dərs demişəm. Nəticəsində görmüşəm, tələbələr tərəfindən çox yaxşı formatda qarşılanıb. Compound formula, it's used when we use one operator that is required for performing some different kind of the calculations. For example, in this example, we can see that the simple interest, how we can calculate the simple interest with this formula. Okay, who can answer to this question? Great. Khalil, please. Okay, in Excel and in that kind of the programs, you can illustrate some different budget planning, the income and expense model, financial analytics model, and that sort of ones. And this clear presentation gives clear information about how to manage their sources and how to make it efficient and effective. Eyni zamanda indi hal-hazırda bir pilot layihəmiz də var universitetdə. Bəlkə də eşitmisiniz bunun barəsində project-based learning-dir. Bu da həddindən artıq, yəni bir neçə pilot variant olduğuna görə bir neçə fakültələrdə başlayıb nəticəsini mən də çox belə həyəcanla gözləyirəm. Çünki özüm neçə illərdir ki, həmin o proyektdə, həmin o metoddan istifadə etmək istəmişəm. İnşallah onun da nəticəsini, yaxşı nəticələrini görəcəyik və hər bir fakültədə artıq ondan istifadə edə biləcəyik. Tədrisin, yəni auditoriyanın daxilində isə mən həmişə, necə deyirlər, universitetdə koridorda getsəniz, ən çox səsli küylü auditoriya mənim auditoriyam olacaq. Bir neçə dəfə də olub ki, dekanlar belə yaxınlaşıblar ki, burada nə baş verir? Mən başa salmışam ki, burada debatdır.
uşaqlar debat edirlər. Bunlar hamısı motivasiya verici. Tələbəyə əgər sadəcə olaraq otursa, ancaq mənə qulaq assa, əlbəttə ki, ona maraqlı olmayacaq. O həmin informasiyanı indi hal-hazırki bütün texnologiyalardan ala bilər. Və mən nə etməliyəm? Bu texnologiyalarla bir rəqabət eləməliyəm də bir insan kimi, bir müəllim kimi. Və mən əlbəttə ki, müxtəlif o metodlar var. Brainstormingdir, yarışmalardır, müsabiqələrdir, debatlardır. Bunların köməkliyi ilə mən hər bir dərsimi bir eventə çevirə bilirəm və onun hesabına tələbələr əlbəttə ki, eyni zamanda həm biliklərini paylaşırlar bir-birləri ilə, həm yüksək səviyyədə hazırlaşma prosesi yaşayırlar. Əvvəlcə də onlar hər bir dərsə sadəcə olaraq gedib dərsdə oturacaq, müəllimə qulaq asıb evə gedəcəm deyil, hazırlıqlı gəlirlər və yüksək səviyyədə nəticələri ortaya qoyurlar. Yəni məncə bu metodlar daha başqa dünyəvi metodlar var ki, biz onlardan istifadə etməliyik. Mən hər semestrin əvvəlində bir xırda bir research aparıram özüm üçün və yeni nələrsə axtarıram. Yəni ki, elə olmur ki, elə eyni qaydaları, eyni variantda hər il dərs deyim. Onda yəni ki, onlar da artıq bir köhnəlmiş kimi sayıla bilərlər. Və əlbəttə ki, nəticələrimi də, tələbələrimin də yüksək nəticələrini də mən həmin bu metodların istifadəsində görürəm. Yəni ki, bu metodlardan istifadə etməsəydim, əlbəttə ki, tələbələr belə yüksək nəticələrlə fənləri başa vura bilməzdilər. Peşəkar və şəxsi həyatınızda ən çox hansı bacarıqlarınızı inkişaf etdirmək istərdiniz? Bu suala cavab olaraq onu deyə bilərəm ki, məndə ən ciddi problem zaman problemidir. Yəni vaxt çatdırmaq məsələsidir. İndi işimin və enerjimin ən böyük bir hissəsini tədrisə sərf etdiyimə görə peşəkar həyatda elmlə bağlı olan, yəni tədqiqat işimə zaman ayırmağa vaxtım olmur biraz. Yəni biraz o cəhətdən mən problemlərlə üzləşirəm. Şəxsi həyatda isə mən həqiqətən də ən çox indi bunu da hətta planlaşdırmışam. Yəqin ki, bir psixologiya ilə bağlı olan müəyyən treyninqlər, kurslar olur ki, onlarda iştirak etmək istəyirəm. Çünki məqsədim tələbələrlə işləməkdirsə və tələbələri, axı belə bir şey var ki, indi hal-hazırda mən Z generation-la, Z nəsli ilə işləyirəm. Bir neçə ildən sonra alfa nəsli gələcək və artıq mən onları da öyrənməliyəm. Onları da öyrənib onlarla necə tədris işini necə qurmaq üçün mənim özümə də bir kömək lazımdır. Ona görə də mən yəqin ki, bunların üzərində insan faktoru, insan kapitalının öyrənilməsi ilə bağlı müəyyən bir treyninqlarda iştirakla bağlı bir zaman ayırmalıyam özümə və eyni zamanda da əlbəttə ki, psixologiya ilə bağlı. Çünki bunu həmişə demişəm, müəllim bir psixoloqdur. Müəllim maksimal tərəfdən, maksimal olaraq tələbələrin psixoloji durumunu baxan kimi, biraz tədqiqat aparan kimi başa düşməlidir və əlbəttə ki, bunların hamısı da son nəticədə tədrisin daha da yaxşı nəticə verməyinə gətirib çıxardacaq.